Ebu Hureyre deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuştur. İzə kənə əvvəlu leylətin min şəhr Ramazan. Ramazan ayının birinci gecəsi olanda suffilət şeyatin, şeytanlar zincirlənər və azğın cinlər. Cəhənnəmin qapıları bağlanır. Ondan heç bir qapı açılmır. Cənnetin qapıları açılır və heç bir qapı bağlanmır. Və carçı, çağırışçı çağırır və səsləyir, deyir ki, Yə bəğiyəl xeyri əqbil, ey xeyr istəyən, üz tut, irəli, yəni qarşıla, xeyr əməllərlə. Və yə bəğiyəl şəri əqsir, və ey şər istəyən, saxla şərini. Və lilləhi utəqa'u minən-nər və zəlikə kullə leylətin. Və Allah Taala'nın cəhənnəmdən azad etdikləri vardır və bu da hər gecədir.